Bakının Nərimanov rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyindən Stop Narkotikaza verilən xəbərə görə, Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər, 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsir edici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib. Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən paytaxtda yerləşən müxtəlif otellərdə gecələdiyi müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Narkotiklərlə bağlı digər əməliyyat isə Qaradağ rayonu ərazisində həyata keçirilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Stop Narkotikas xəbər verir ki, Qaradağ rayonu ərazisində həyata keçirilən növbəti əməliyyat nəticəsində 24 yaşlı Fuad Əhmədzadə saxlanılıb. Ondan satış məqsədi ilə əldə etdiyi 1 kiloqram marixuana, 94 qram psixotrop maddə metamfetamin və kultivasiya edərək yetişdirdiyi çətənə bitkisi aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Növbəti əməliyyat isə Sumqayıt şəhəri ərazisində həyata keçirilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Stop Narkotikas xəbər verir ki, Sumqayıt şəhəri ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər məhkum olunmuş 37 yaşlı O Məmmədov və ona narkotik vasitəni satmış əvvəllər məhkum olunmuş 47 yaşlı Nenəcəfov şübhəli şəxs qismində saxlanılıblar. Onlardan və yaşadıkları evlərə baxış zamanı 1 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanıb. Araşdırma aparılır. Narkotik vasitələrin kultivasiya yolu ilə yetişdirilməsi hallarına qarşı da mübarizə davam etdirilir. Lənkəran rayonunda bununla bağlı əməliyyat keçirilib. Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Stop Narkotikaza verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər də qeyd edilən cinayət əməlinə görə məhkum olunmuş Cəfər Dadaşov saxlanılıb. Onun üzərindən marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi 80 ədəd çətənə bitkisi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Astara rayonunda da narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Astara rayonunda 23 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Stop Narkotikaza Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib. Bildirilib ki, rayonda keçirilən növbəti əməliyyat zamanı 1979-cu il təvəllüdlü Mənsur Ağayev tutulub. Ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Mənsur Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotik vasitələrin qaçaqmalçılığına qarşı sərhəd bölgələrində də tədbirlər uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. Stop Narkotikas xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Məlumata əsasən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 75 kiloqram 875 qram narkotik vasitə, 48 kiloqram 875 qram marixuana, 17 kiloqram heroin, 8 kiloqram metamfetamin, 2 kiloqram tiryək və 2000 ədəd narkotik tərkibli metadon M40 həbi aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.